Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün bu mövzuya toxunmaq istərdim. Abunəçilərimizdən biri yazır ki, toyuqlarımızın yumurtası qabıqsızdır. Buna nə edək? Yəni mən bir-iki dəfə səhv etmirəmsə kanalımda bu haqda video paylaşmışdım. Yəqin çoxdan olubdu. Abunəçim də o videonu tapanmır. Ona görə istədim bugün bu haqda bir video çəkəm, paylaşam. Deməli, əziz izləyicilər, mövzumuza keçməmişdən öncə artıq dərəcədə sizdən hər dəfə xahiş edirəm, amma yenə də xeyri yoxdur. Baxanlar 200-300 nəfər adam baxır, ancaq 5-10 like qoyur. Artıq dərəcədə sizdən xahiş edərdim ki, baxdısa like qoyun. Yəni bir dənə like qoymaq belə deyək də çətin deyil sizdən ötəri. Like qoyun, kanalımız inkişaf eləsin. Mən də belə deyim, həvəslə gözəl videolar hazırlayım sizin üçün. Belə, indi əziz izləyicilər, keçək mövzumuza. Deməli, o toyuqların yumurtası belə deyək, əgər qabıqsızdırsa, bu nədən irəli gəlir? Deməli, əziz izləyicilər, toyuqların yumurtası qabıqlı olanda, bu toyuqlarda kalsi çatışmamazlığı olanda, onda yumurtaları belə qabıqsız olur. Onun qarşısını da almaq üçün, əziz izləyicilər, mən dəfələrlə demişəm, toyuqlar üçün ən gözəl kalsi balıq qulağıdır. Yəni balığı alırsınız, daha doğrusu balıq qulağını çox yerlərdə, dən satılan yerlərdə verirlər, yəni satırlar. Düzdür, indi müəyyən insanlar indi deyə bilər ki, biz kənd yerində olduq, ancaq ki, dənizadalıq, biz olan rayonda da elə şeylər yoxdur. Ancaq çox yerdə var, yəni rayonda ola bilsin ki, məsələn 5 dənə, 10 dənə dən satılan yer varsa, onun 8-də, 9-da olmasa, birində, ikisində o 100% olmalıdır. Çünki dən satılan yerlərin çoxunda bu olur. Yəni balıq qulağı xırdalanmış. Təbii ki, əgər bir çoxunuz dəniz qırağında olsunuzsa, yəni dənizə yaxın yerlərdə, məsələn bu Lənkəran tərəfdir, Talış zonasında belə deyək, o tərəf dənizə çox yaxındır, gedib balıq qulaqları olur, onları yığıb, belə deyim, gətirib, əzib, xırda-xırda eləyib, toyuqların qabağına tökə bilər. Ondan sonra Bakı tərəfdə, yəni dənizin qırağında olanlar və yaxud Bakının özündə dənizə getmək çox asaddır da, yaxın yerdir. Yəni onlar gedib balıq qulağını yığıb gətirib belə çəkişlə vurub, qırıb, xırda-xırda eləyib toyuqların qabağına tökə bilər. Mən indi gələn videomda göstərəcəyim o qırıq-qırıq balıq qulaqları necə olur. Yəni gedib elə eləyib, toyuq gətirib, yəni qırıb toyuqların qabağına töküb onu verə bilərsiniz. Bu toyuqlarda kalsini bərpa edir. Yəni onu yeyən toyuqlar belə deyim, şey olmur. Onun adı nə idi? Yumurtası qabıqsız olmur. Yəni normal qabığını bərkidir toyuğun yumurtasının. Toyuq da normal yumurtlar. Yəni ilk öncə balıq qulağı yaxşıdır bu toyuqların kalsini bərpa etməyə, yumurtasını belə deyərdim, qabıqlı eləmək üçün. Ondan sonra əziz izləyicilər, şüşə qırıqları xırda-xırda eləsəz, yəni bir də görürsünüz ki, bax hardasa bəlkə indi çoxunuzun qabağına çıxıbdır, qarşısına çıxıbdır, hardasa şüşə qırılır, nə bilim aynazat belə şüşələr xırda-xırda yumru-yumru olur. Bax onu yığıb gətsəz, toyuq onu yedikcə o da kalsini bərpa edir. Düzdür, indi onu çox hardan yığasınız, yəni o da xeyirdir. Ondan sonra əziz izləyicilər, bir də toyuğun öz yumurtası. Yəni evdə yumurtanı işlətdikcə onun qabığını tullamayın. Qabığını götürün, əzin, toz halına belə deyərdim, elə də toz halına yox, xırda-xırda olsun. Bunu yemlərinə qatın, verin. Lap heç yem misal üçün buğda zat verirsinizsə, əziz izləyicilər, götürün, şey verin. Da, yəni belə xırda-xırda elin, qabaqlarına tökün, qoy onu yesinlər. Və onu yeyən toyuqlarda kalsi belə deyərdim, bərpa olur. Ondan sonra əziz izləyicilər, çoxunuz əgər kənd yerində qalırsınızsa, kənd yerində belə deyək də şor zat çox olur. Yəni şor da
toyuğun kalsiyasını bərpa edir. Yəni ümumiyyətlə şoru cücəyə zada da çox verirlər. Hinduşka balasına zada ki, möhkəm olsun, kalsiyaları bərpa olsun. Yəni indi belə bəzən düzdür deyəcək ki, o toyuğa nə qədər şor çatdıraq, ancaq kalsiyasını bərpa edən şordur yaxşı. İndi təbii ki, o yağsız, zadsız şorlar olur. Hətta bazarlarda da belə ucuz satırlar, 1 manata, 2 manata. Ondan alıb verə bilərsiniz. Yəni mən ümumiyyətlə burada kalsiyini nə bərpa edir toyuqda, hündüşkada, cücədə o haqqda danışıram. Yəni məlumat verirəm. Bəlkə birinin şoru çoxdur, verə bilər, birinin nə bilim balıq qulağı dənizin qırağında olur, balıq qulağı verə bilər. Birində məsəl üçün yumurta çox işlənir, yumurtanın qabağını verə bilər, biri məsəl üçün şüşə tapa bilər. Yəni deyirəm bu çarələrini deyirəm nədir bu toyuqların o yumurtasının belə deyim qabıqsız olmağı, yəni kalsium çatışmamazlığındandır. Kalsiyini də bax bu şeylər bərpa edir. Yəni balıq qulağıdır, şordur, şüşədir, ondan sonra yumurtanın qabığıdır. Yəni bax bunları belə deyim da, yəni yumurtanı elə bərpa edir. Bir də əziz izləyicilər, baytarlıqdan təbii ki, maraqlana bilərsiniz. Baytarlıqda kalsiyini nə bərpa edir, ona uyğun dərman və yaxud kalsiyanın özünü verə bilərlər, suyuna qatıb verə bilərsiniz. Ondan sonra əziz izləyicilər, bir də mel, yəni bəzilərində elə biləcək o kipsat hazırlanan mellərdən, onlardan yoxdur. Düzdür, onlardan da verə bilərsiniz. O da ziyanı yoxdur. Mən vermişəm. Ancaq ruslar deyir pişivoy mel, yəni yemək üçün belə meldir, xüsusi toyuq üçün. Bax ondan belə deyim, toyuqlara alıb, məncə baytarlıqda o mellərdən satırlar. İndi qramla onu alırsınız, misal üçün 1 kilo yemə 3 xörək qaşığı, 4 xörək qaşığı töküb qarışdırıb verirsiniz o mellərdən. O mel toyuqların belə deyim kalsiyasını bərpa edir. Və yaxud da indi baytara yaxınlaşsaz özünüz desəz ki, toyuqlarımızda bu problem var, yəni yumurtası belə deyək qabıqsız olur. Bunu nə edək? Toyuq yəni belə yumurtayır qabıqsız. Kalsium çatışmamazlığıdır. Baytar özü sizə ya nəsə bir ona uyğun vitaminli dərman zad verəcəkdir, ya nəsə kalsiyum bərpa edən kalsiya ilə verəcəkdir. Yəni nəsə eləyəcəkdir. Yəni sözüm ondadır ki, Abinəçin bu haqqda yazmışdı ki, toyuqlarımızda bu problem var, yəni yumurtası qabıqsız olur. Bu nədəndir? Səbəbi nədir? Mən də istədim o haqqda video çəkəm, paylaşam ki, yəni bax toyuqlarda səbəblər bundan olur. Yəni kalsium çatışmamazlığı olanda toyuqlarda bu problemlər olur. Onun da bərpasını, yəni şorla, balıq qulağıyla, ondan sonra şüşənlə, sonra yumurtanın öz qabığından, mellə, həmçinin də baytarlıqda xüsusi belə deyərdim, dərmanlar satılır, kalsiyonun özü satılır. Yəni alıb onlardan verə bilərsiniz o kalsiyonu bərpa etmək üçün. Yəni bax bununla belə eləsəz, toyuqlarınız özünüzdə görəcəksiniz ki, yumurtaları, yəni qabıqları bərkiyibdir. Həmçində əziz izləyicilər, biraz da buraxın, bax belə otluqda zətdə eşələnsinlər, ot zat yesinlər, ola bilsin o vitamin çatışmamazlığı olanda da elə şeylər baş verir. Bax belə əziz izləyicilər, bugün də bu haqda danışıb məlumat vermək istədim. Hər kəsə təşəkkürlər. Kanallarımıza yenə deyirəm, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları və Kənd Yeri kanalına abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Yəni bir dənə like qoymaq sizdən ötəri ilə bir çətin şey deyil. Qoy videolarımız inkişaf eləsin. Mən də çalışacağam sizin üçün gözəl videolar çəkim, paylaşım. Sağ olun əziz izləyicilər, salamat qalın.